13 manat 20 qəpiyə. 17 manat 70 qəpiyə. Qafın bu rəfin qiyməti 27 manatdır. Pərakəndə qiyməti 5 manat 60 qəpiyə. Kimi 4 manata. Şüşədir. 1 manat 60-dır. 1 manat 30 qəpiyə kiçiyidir. Bunlar hamısı 7 manatdır. Bunlar. Bu 6 manatdır misal. Bu ikilidir 2 manat 10 qəpiyə. Hə. Yəni ikili çeşid. Meyvə tərəvəz, çiyələk, alça yumağa 1 manat 20 qəpiyə. Satış qiymətlərindən görə 1 manat 80 qəpiyə. Kofe stəkanlar var, fərqli ölçülərdə 2 manat 10 qəpiyə, 2 manat 60 qəpiyə, 1 manat 30 qəpiyə. Sonra şam düzəldənlər də belə baxın belə şeylər bizdən soruşurdular. 1 manat 20 qəpiyə, 5 manat 20 qəpiyə bax. Çayxanalar, çay evləri 6 manata bu böyükdür, 3 manat 90 qəpiyə budur. 15 manata belə qapaqlı çeşidlər var, 14 manata qiymət olaraq, yəni pərakəndə qiymət də hələ bu. 1 manat 80 qəpiyə belə limon sıxanlar, apelsin sıxanlar. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağazan Ağayev. Bugün sizlər üçün növbəti toptancıdan detallı video çəkib paylaşırıq ki, bu toptancı mağazada 1 il öncə çəkilişimiz olmuşdu. İndi isə 4000 çeşiddən çox məhsulla xidmət göstərir ki, yenidən sizlər üçün yeni çeşidləri göstərməyə çalışacağım inşallah. Mağazanın WhatsApp qrupu var. Onlayn satış edənlər, mağazası olanlar, mütəmadi olaraq çeşidləri tanımaq istəyənlər qrupa qoşulub qiymət və çeşidlərlə daha yaxından tanış ola bilər. Mağazanın ünvanını rahat şəkildə necə gələ bilərsiniz? Sədərək Ticarət Mərkəzində yerləşir. Şirniyyat bazarının qarşısı sıralardır. Gördüyünüz kimi qarşısı ilə Şirniyyat və Tekstil bazarının arası ilə gələn yolla gəlirsiniz düz axıra qədər. 20-ci sıranın yanında Aras kafedir gördüyünüz kimi. Aras kafedən sonra isə Sweetbait toptancı mağazasını görmüş olacaqsınız ki, burada da ev əşyaları, mətbəx əşyaları, gündəlik məişət əşyalarıdır ki, mətbəxdə istifadə olunan əşyalardır, məhsullardır. Ümumilikdə qarşıdan baxdıqda görəndə artıq hiss edirsiniz ki, hansı məhsullardır. Mağazaya keçmədən öncə isə kanalımıza abunə olmağı, videonu bəyənməyi unutmayın. Saat 8-dir, 9-a işləyir. Sizlər üçün gəlmişik ki, bu toptancını çəkək vaxtında. Çünki birazdan artıq bazar qızışmağa başlayacaq ki, fürsət olmayacaq çəkməyə. Odur ki, videomuzu bəyənin, kanalımıza abunə olun ki, biz də həvəssiz şəkildə sizlər üçün davamlı şəkildə bu kimi toptancılardan video hazırlayaq və videonu da mütləq ki, ətrafınızda digər tanışlarınızla, dostlarınızla paylaşın ki, onlar da bu toptancıları tanıyıb sərfəli alış-verişlər etsinlər. İçəri keçmədən öncə elə çöldə olan ilk məhsulları sizlərə göstərdim. Daha sonra isə içəri keçərik, çünki sonra yaddan çıxacaq. Gördüyünüz kimi daha böyük həcmli əşyaları yerləşdiriblər. Bayır tərəfdədir. Zibil qablardır. Bağ evləri üçün, restoranlar üçün, obyektlər üçün, baxın, kiçik ölçüdən başlayaraq ta ki 200-250 litrə qədər olan çeşidləri var. Daha sonra nərdivan çeşidləridir, stol, stul çeşidləridir ki, yenə qarşıdan sezon gəlir. Kafe, restoranlar, açıq məkanlar işlədənlər, yeniləmək istəyənləri stol, stullarını buradan da yenə də soruşa bilər. Qiymət olaraq, misal olaraq 22 manata budur, pərakəndə satış qiyməti, topdan almaq istəyənlər daha aşağı qiymətə təklif olunacaq. Bunlar isə qiyməti inşallah birazdan soruşarıq, üzərində qeyd olunmayıb 17 manat 70 qəpiyə, məsələn bu ölçüdür. 31 manata belə bir ölçüsü var. Burada da yəni plastik materialına görə dəyişir. Bu tərəfdə isə yenə də dipçək çeşidləridir. Bunların da mövsümü demək olar ki, mövsümü sayılır. Burada da dipçək ölçülərinin içəridə ən kiçik ölçüləri var. Ta ki gördüyünüz kimi böyük ölçülərinə qədər bu ən böyük ölçüdür burada. Qiymət olaraq misal 13 manat 20 qəpiyə qoyulub. Bu yəqin pərakəndə qiymətidir. Topdan qiyməti isə aşağı olacaq. Daha sonra xırda çeşidlər də var. Üzərindəki qiymətlər pozulub. Uzunsov çeşidlərinin də 3 manat 30 qəpiyədir bu ölçüsü. Burada da yenə ölçü böyüdükcə qiymət də ona görə avtomatik daşıdır. 5 manat 20 qəpiyə bu ölçüdür, 7 manat 50 qəpiyə bu ölçüdür. Yenə də böyüdükcə qiyməti dəyişəcək. Burada da fərqli yenə böyük məişətdə istifadə olunan vanna çeşidləridir, dərin vanna çeşidləridir, nərdivan çeşidləridir ki, burada yəni satışını edirsinizsə, bu çeşidlərlə mütləq tanış olub siz də satışını edə bilərsiniz. Həcm olaraq burada daha iri dipçəklər var, daha uzun dipçəklər var ki, bu da ola bilər ki, çox yerdə tapa bilməsiniz. Buradan yenə çeşidləri siz də tanış olub inşallah sifarişini eləyərsiniz. İndi isə keçib içəridən digər çeşidləri sizlərə göstərir. Məhsullara keçmədən öncə mağaza nümayəndəsi Həsən bəy bizə ümumi olaraq mağaza haqqında məlumat versin. Ötən illə bu il müqayisədə çeşidlərdə və firmalarda nə dəyişikliklər olub, o haqqında qısa məlumat versin. Ondan sonra isə keçib məhsullar və qiymətlərlə sizlərə tanış edək. Deməli, keçən illə müqayisədə artıq bizim çeşid sayımız 4000-ə çatıb. Ondan əlavə ixal etdiyimiz firmanın sayı da 30-u keçib. Türkiyə ilə işləməyə başlamışıq. Çində bizim işlədiyimiz
ölkələrin arasına tezliklə daxil olacaq. Nə gözəl. Xeyirli olsun. Sağ olun. Ondan əlavə bu firma artımı, çeşid sayının çoxluğu deyəndə bu o deməkdir ki, biz daima firma axtarışındayıq və elə firmaları daxil etmişik ki, sizin çeşidinizi zənginləşdirsin. Həm dizayn barəsində təzə və unikal olsun, həm qiymət, həm keyfiyyət. Bizim əhəmiyyətimiz, üstünlüyümüz də budur ki, daima analiz edirik və elə hesablayırıq ki, çeşidlərin qiyməti, dizaynı və hər bir xarakteristikası sizin mağazanızın çeşidini maksimum unikallaşdırsın. Yəni bazarda bir növ yaygın yox, Yox. eksklüziv, daha yeni çeşidlərə üstünlük verir. Bəli. Daima hər bir çeşidi təzələrik. Güldan çeşidlərinə keçirik, keramika çeşidlərinə keçirik. İndi gözlədiyimiz sezon mövsümə uyğun yeni çeşidlərimiz hansı çeşidlərdir ki, hal-hazırda gözləyirik gələcək? Bəli, çox gözəl sualdır. Bu yayı çox gözlədiyimiz bir çeşid gələcək. Ütü stolları çeşidi gələcək Türkiyədən. Tamamilə Azərbaycanda olmayan bir firmadır. Yeni firmadır və həmişə kimi öyrəşdiyimiz kimi onun da nümayəndəliyini götürdük. Bu arada həm də ki dipçək, gül dipçək çeşidlərini gözəl bir çeşidlərlə Türkiyədən bir firma işləməyə başladıq, artıracağıq. Ondan sonra Çinə də gedəcək və oradan da bu cür yeni firmalarla işləməyə başlayacaq. İnşallah məhsullar, yeni məhsullar da mütəmadi gəldikcə biz də öz storimizdə bununla bağlı paylaşımlar edirik ki, mütəmadi bu iş içərisində olanlar görsün. Çox sağ olun, minnətdaram. İndi isə keçək ümumi olaraq sizlərə çeşidləri, qiymətləri girişdən sağ tərəfdən başlayaraq təqdim eləyək. Kimlər ki istəyir bu çeşid məhsullarla mütəmadi olaraq alış-verişini edirsə, rahat şəkildə bu toplantısı ilə əlaqə saxlayıb faydalana bilər ekskluziv yeni məhsulları ilə. İndi başlayırıq buradan böyük məhsullardan gördüyünüz kimi komod çeşidləridir. Komod çeşidlərində hər ölçüsü var. Buradan başlayaraq sizlərə göstərəcəyik. Komod çeşidlərinin ən xırda ölçüləri baxın budur. Pərakəndə qiymətdə qeyd edirik ki, üzərində qeyd olunub rahat şəkildə biz də sizlərə çatdırırıq. Toplamdakı daha aşağı təklif olunacaq. 5 manat 60 qəpiyə. Ən kiçik ölçüləri başlayır. Bu ölçüdən başlayaraq və getdikcə böyük. 12 manat, 18 manat. Fərqli burada da materialına görə, keyfiyyətinə görə baxın. Mebel teksturasında olan çeşidləri var. Amma qeyd etdiyim kimi hər biri plastik çeşidlərdə, ayaqqabı qoyulan çeşidlər var, belə fərqli yenə silmənlə olan şkaf çeşidləri var. 60 manat, 70 manat getdikcə, həcm böyüdükcə qiymət də təbii olaraq artır. 2 gözlü olan çeşidlər var, 3 gözlü olan, 4 gözlü olan, daha iri ölçüdə olan çeşidlər var ki, bu da səyinizə uyğun olaraq, ehtiyacınıza uyğun olaraq seçə bilərsiniz. Həm uşaqlar üçün olan teksturada, qızlar üçün, oğlanlar üçün, otaqları üçün, həmçinin də standart evlərdə istifadə olunursa fərqli teksturalarda olan çeşidlər var. Onu da qeyd edeyim ki, bu qədər komod çeşidini bir yerdə tapmaq doğrudan da çox belə əlverişlidir. Mağazanın digər tərəfində də göstərəcəm. Orada da bir fərqli çeşidlər, komod çeşidləri var. Daha sonra belə plastikdən gül, nədir bu? Gül rəfi. Gül rəfləridir, güldan çeşidlərdir. Güldan çeşidlərinin yeni çeşidləri də var. Şüşə, keramika. Baxın, belə plastik çeşidlər də var. Misal olaraq 2 manat 40 qəpik. Gördüyünüz bu şkafın, bu rəfin qiyməti 27 manatdır. Pərakəndə qiyməti 24 manatdır. Bu çeşidi var. Sol tərəfimizdə şüşə çeşidləridir. Burada da şüşə qab çeşidlərinin də yenə də stəkanın, əlbəki tək stəkanından tutmuş bütün saxlama qabları olsun, konfet qabı, meyvə qabı çeşidlər olsun. Bütün burada çeşidlər var. Qiymət olaraq birini götürsə, yəqin bunlar 6-6-dır. 5 manat 60 qəpik. 5 manat 90 qəpik. 1 manat 80 qəpiyə belə limon sıxanlar, apelsin sıxanlar, pərakəndələr deyirəm. Yağ qablar var misal. Plastikdən 2 manat 90 qəpik. Belə saxlama qabları var. Şüşə 4 manat 30 qəpiyə var. 2 manat 50 qəpiyə. Belə çeşidləri var 5 manata. Böyük çeşidləri var. Hər qiymətə satılası məhsul çeşidləri var. Öz konseptinizə görə, qiymət strategiyanıza görə, fəaliyyət göstərdiyiniz bölgəyə görə. Ucuz çeşidlər satılırsa, ucuz çeşidlər, bahalı çeşidlər satılırsa, bahalı çeşidlər də var ki, hər birini buradan tapa bilərsiniz. 3 manata qətdan çeşididir məsəl üçün. Belə çeşidlər var. Biraz daha fərqli çeşidlər var. Qiymətləri 2 manat 90 qəpiyə budur, 3 manat 90 qəpiyə belə rənglisidir. Daha sonra bakkal çeşidlərdir. Onlarla fərqli çeşidlərdə 6-sı məsəl üçün 5 manat 10 qəpiyə, 5 manat 30 qəpiyə, 4 manat 60 qəpiyə, 5 manat 10 qəpiyə. Sanik çeşidlərdir, fərqli. Sanik çeşidlərinin də həcmlərinə görə dəyişir. 5 manat 20 qəpiyə var. Çayxanalar, çay evləri şəxsi istifadə üçün eləyə bilərsiniz. 4 manat 80 qəpiyə biraz daha
kiçik həcmli olan çeşidləri, qazetka çeşidləri, mürəbbə qabları 3 manat 60 qəpik, 3 manat, 3 manat. Çoxu bizi qınayır ki, qiymət demirik. 4000 çeşidi var ki, yəni bütün bunların qiymətini deyə bilərik. Ümumi olaraq deyirik ki, təsəvvürünüz olsun ki, yəni qiymətlər hansı aralıqda dəyişir. Ona görə də yəni seçiminizi eləyəsiniz. Yuxarıda burada hamamda istifadə olunan, baxın belə şkaf çeşidləridir. Küncülük, fərqli ölçülərdə qiymətlər də 7 manat 50 qəpiyə olan çeşidi var. 15 manata belə qapaqlı çeşidlər var. 14 manata qiymət olaraq, yəni pərakəndə qiymət də hələ bu. Pərakəndə qiymət də yəni müqayisə edəndə münasib görsənir. Daha sonra vanna çeşidləridir. Yenə də plastik vanna çeşidləri fərqli. Bunlar hamısı şəhər mağazalarında satılan məhsul çeşidləridir ki, buradan tədarükünü edib siz də satışını eləyə bilərsiniz. Daha sonra burada duz qabı çeşidlərini. Baxın, tək bura bütöv duz qabı çeşididir. Burada da bir 30-a yaxın fərqli çeşidlər var. Başlayır 50-60 qəpikdən, bayaq öncə dedim, 2 manat 90 qəpik fərqli ölçülərdə olan çeşidlər var. Digər ədviyyat qabları 1 manat 80 qəpik, üstüyot qabı, ədviyyat qabı və sarıkök qabı, otlar üçün fərqli çeşidləri var. 1 manat 40 qəpiyə bu ölçüdür. Daha sonra burada butulkalar, su qabları çeşidləri var. Onlarla yenə turbuçkalı olan fərqli hər məhsulun, hər çeşidinin bir onlarla fərqli növləri var. Doğrama taxtalarıdır, plastikdən 6 manat pərakəndəsi, xırda ölçüləri var, 5 manat 30 qəpiyə, dairəvi formada olan çeşidləri var, yağ qabı çeşidləridir. Mətbəxlərdə mütəmmadi istifadə olunan satan 1 manat 40 qəpik, 1 manat 80 qəpik, 3 manat 60 qəpik, həcm böyüdükcə yenə də qiymət dəyişir. Burada da fərqli dəmirlə, metalla olan var, kvadrat fərqli 4 manat 60 qəpiyə, 5 manat 10 qəpiyə, xırdaları var 1 manat 30 qəpiyə. Burada da taxtadan olan doğrama 4 manat 90 qəpik. Burada da yenə ölçüyə görə dəyişəcək. Şəkər qabları, duz qabları fərqli ölçülərdə 1 manat 80 qəpik, 2 manat 20 qəpik. Duz qabı, ədviyyat qabı dəstləri 17 manat, 20 manat. Burada artıq bütöv, baxın belə 4-lü, 5-li dəstlər var fərqli çeşidlərdə. Sonra xırda plastikdən də buradan başlayaraq fərqli çeşidlər var. İrəlidə daha çoxdur, oranı göstərənə. Plastikdən olan belə qarşıdan yenə yayda mövsümdə kompot, su qabı kimi istifadə olunur. 6 manata bu böyükdür, 3 manat 90 qəpiyə budur. Burada da yenə ölçüsünə görə qiymət dəyişir. Plastikdən olan çeşidlər var, daha ucuz qiymətə. Baxın belə içərisində qarışdıran da var, baxın. Fərqli belə qablardır. Plastik. Bu bütün hamısı fərqli çeşidlərdir. Ona görə tez keçmək istəyirik ki, vaxtınızı çox aparmayaq. 10 manata baxın belə fərqli, 9 manat 80 qəpiyə. Fərqli dəstlər daha yaxşı keyfiyyətdə, daha fərqli istəyənlər. Burada da fərqli rənglərdə olan altılı çeşidlər var. Növbəti gedirik orqanayzer, saxlama qabları. Şüşədən düyü, qarabaşaq və sair kimi 4 manata. Şüşədir, banka formasında, hazır vakuumlu, ağzı rezin. Pərakəndə qiyməti 4 manatdır. Pərakəndəsi eləyəni çox sərfəli də almaq. Bunu da yenə ölçüsünə görə dəyişir. Balaca xırdası 1 manat 60 qəpikdən başlayaraq 3 manat 30 qəpiyə, baxın belə 3 manat 60 qəpiyə daha belə fərqli böyük ölçüsü var. Aşağıda plastik olan çeşidlərdir. Onlarla burada da yenə fərqli saxlama qabları var. Düyü, ədviyyat, nə bilim mətbəxlərdə nəsə saxlaya bilərsiniz. Şüşədir. 1 manat 20 qəpikdən. Sonra şam düzəldənlər də belə baxın belə şeylər bizdən soruşurdular. 1 manat 20 qəpik. Baxın 1.30, 1.40, 1.60, 1.70 fərqli ölçülər böyüdükcə dəyişir. Burada da eləcə 1.20, 1.30, 1.40, 1.60 ölçülər getdikcə dəyişir. Bura bütöv. Aşağı plastik, yuxarı şüşə. Burada da fərqli saxlama çeşidlərdir. Vakuum taxta qapaqla olan. Bunların da fərqli yenə də ölçüləri var. Ziba firmasınındır. Hər biri burada Ziba firması olaraq qeyd olunur. Burada da padnos çeşidləridir yenə. Plastik padnos çeşidləri 2 manat 50 qəpikdən başlayır. Belə xırda ölçülər, fərqli keyfiyyətdə olan çeşidləri var. Sonra beləsi də var 2 manat 10 qəpiyə. Burada da yenə fərqli ölçülərdə dairəvi, düz bucaqlı olmaqla, sonra belə dərin çeşidləri var. 4 manat 20 qəpiyə pərakəndəsi. Aşağıda dəmir olan çeşidləri var. 1 manat 30 qəpiyə. Bilka çəngəl çeşidləridir. Onlar da su qiymətinə nə bilim 6-sı 5 manat olan var, 6 manat olan var idi bayaqları. Bütün aşağıda da fərqli çəngəl bıçaq dəstləridir ki, sağlı sollu gündəlik istifadə üçün, nə bilim, satmaq istəyən satışı üçün alsan 1 manat mağazalar, mini sədrə konseptli mağazalar, 1001 xırdavat konseptli ev əşyaları satan mağazalar hamısı buranın rahat şəkildə əməkdaşlıq eləyə bilər, nəqd və köçürmə üsulu ilə. Burada da üçlü qablar, saxlama qabları yenə də 6 manata, 7 manat 20 qəpiyə.
16 manat 50 qəpiyə bu dördlüdür. Bu tərəfdə böyük həcmlilər var. Tək-tək də ala bilirsiniz və üçlü, dördlü də olan çeşidlər var. 2 manat 20 qəpiyə. Amma plastiki daha keyfiyyətli və ağzı rezinli vakuumdadır. Nəzərinizə çatdırım ki, daha keyfiyyətli, daha fərqli məhsul satmaq istəyənlərə bu toptancı mağaza çox sərf eləyəcək çeşidi baxımından. Belə fərqli burada qapağı da var, baxın maraqlı. Birinci dəfədir görürəm misal üçün mən bunu. Xırda ölçüdən başlayaraq ən xırda 1 manat 60 qəpik, ta ki böyük ölçüləri 8 manat, 7 manat 70 qəpik, 5 manat. Burada xırda uşaqlar üçün olan məktəblilər də, nə bilim, burger filan yemək, salat aparmağa 1 manat 40 qəpiyə pərakəndəsi. Saxlama qablarında 100-ə yaxın fərqli burada çeşidi var. Sonra burada 3 manata beləsi var. Qız uşaqların üçlüdür və üzəri belə maraqlı şəkillə. Qiymət 3 manat. Şəhərdə bunu bəlkə bir minimum pərakəndəsində 5-6 manatdır. Sonra belə üçlüsü var. Bunun qiyməti 2 manat 90 qəpik. Aşağıda da bir fərqli yenə də ölçülərdir. 2 manat 50 qəpiyə. Bunu da yenə mətbəxdə ərzaq qida saxlamaq üçün fərqli. Bunlarda da yenə həm quru qidalar saxlaya bilərsiniz. 1 manat 60 qəpikdən başlayır. 1 manat 30 qəpik, 1 manat 60-dır, 1 manat 30 qəpiyə kiçiyidir. Fərqli ölçülərdə də yenə burada dairəvi çeşidlər var. O tərəfdə də yenə şüşələrin bir başqa növü. Burada nə var? Bağları sprey nədir bu? Bunun adı nə deyilir? Sprey qabı 3 manat 60 qəpiyə. Belə mop çeşidləri var, fərqli qiymətlərdə. Şiş qabı çeşidləri birinci dəfədir görürəm. 4 manat 60 qəpiyə. Qarşıdan piknik, manqal sezonu gəlir. Belə 1 manata stəkanlar uşaqlar üçün su qabları 1 manat. Fərqli çeşidləri var. Burada da fərqli yenə dərman qabı, su qabı kimi dipçəkləri, gülləri sulamaq üçün istifadə edə bilərsiniz. Burada yenə eyni saxlama qablarının fərqli çeşidləri var bu üzdə. Orada 1-2 hissəli olan. Baxın, bunlar fərqli hissəli olan çeşidlərdir. Birini göstərim nümunə olaraq. Üçlü, dördlü, beşli, fərqli hissəyə bölünmüş çeşidlər var. Burada təmizliyə aid olan çeşidlərdir, böyük konteyner çeşidlərdir. Baxın, bunlar təmizlikdə istifadə olunan şotkalardır. Bunlar da yeməli 2 manat olan var. 2 manat 20 qəpik, 3 manat 30 qəpiyə böyük şüşə silmək üçün istifadə olunan 1 manat 50 qəpik. Bunlar hamısı pərakəndədir. Topdan alanlar daha aşağı qiymətə təklif olunur, nəzərinizdə olsun. 2 manat 30 qəpik. Baxın, belə toxunma qablar var. 9 manat, amma daha keyfiyyətli, ağır məhsuldur. Belə dəmir toxunma. 6 manat 20 qəpiyə. Fərqli burada da yenə ölçüdə, formada olan çeşidi var. Orqanayzer, nə bilim, çəngəl bıçaq saxlama qablarının daha fərqli və keyfiyyətli materialdan 4 manat 20 qəpik. Əlinizə alanda məhsulun materialından, məhsulun toxunuşda hiss olunur ki, daha fərqli çeşidlərdir. 12 manata belə daha böyük və daha geniş. Burada da böyük konteynerlər. 4 manata var, 3 manat 60 qəpiyə var. Böyükləri 8 manat 40 qəpiyə. Baxın, 8 manat 40 qəpiyə məncə çox əla qiymətli, hələ pərakəndəsi. Bu tərəfdə də dəmir səbətlərdir. 3 mərtəbəli, 2 mərtəbəli meyvə tərəvəzlərdə istifadə olunan, yenə də 16 manata, 13 manat 90 qəpiyə, 11 manata belə kiçik ölçüləri var. Aşağıda şokalardır qablar üçün. Bunların da yenə fərqli rəng çeşidləri var. Ağ rəng, dəmir rəng. 18 manata bu ağdır. Aşağıda isə kalsium plastik çeşidlərdir. O qədər mal var ki, adam gözündən qaçırda bilir. 19 manata bu çeşiddir. Plastik çeşidləri 13 manata. Aşağısında qabı da var. Su yığılmaq üçün, baxın, padnosu da var aşağısında, belə 13 manat 30 qəpik. Təmizlikdə yenə istifadə olunan mop çeşidlərdir, süpürgə çeşidlərdir. Burada belə bidonlar var, 13 manata. 11 manat 80 qəpik, 10 manat 90 qəpik. Digər tərəfdə bunlar nədir? Baxın, maraqlı belə qablar var. Nə kimi istifadə olunur? Meyvə tərəvəz qabı kimi yuyulanda istifadə edə bilərsiniz. Belə qapağı da var. Üzərində ət, pomidor, səbzə, fərqli formaları var. Qiymət olaraq kiçiklər 1 manat 60 qəpik. Bunların qiyməti qoyulmayıb. Çörək qabılar da yəqin ki, bunlar belə 6 manata, içərisində belə ikilidir. Meyvələr zad yığıb, qəşəng belə yuyub. Böyük ölçüləri də var, 9 manat 60 qəpik, 7 manat 30 qəpik. Burada da yenə bir 10-12 fərqli çeşidi var. Baxın, maraqlı, fərqli, kreativ, şpilka qabı, nə bilim, saxlama qabı kimi, sap, iynə sap filan, xırda xoş şeylər yığa bilir. Aşağıda da fərqli ölçülər yenə var. 5 manat 50 qəpiyə, 12 manatda ölçüyə görə dəyişir. Burada da maraqlı görsənə görüntüsü var. Oyuncaq qabı. Uşaqların oyuncaqlarını yığmağa. Belə üzərində fərqli personaj şəkilləri ilə. 8 manat 10 qəpik, 7 manat 30 qəpik, 3 manat 90 qəpiyə kiçik. Baxın, bunlar
ən gözəl, qəşəng işləyən tavarlı vidi var. Qəşəng satıla biləcək vidi var. Burada da bir fərqli yenə xırda qap çeşidlərdir. 90 qəpik, 50 qəpik, 60 qəpik. Bunu da fərqli təyinatlarına görə istifadə edə bilərsiniz. Meyvə yuduz. Buradan süzgəci var. Qəşəng süzürsüz, dağılmır. 4 manat 90 qəpik. 1 manat 70 qəpik. Bidon çeşidlərinin fərqli ölçüləri var. 8.80. Bu məhsulları, bu çeşidləri mən toplantılarda gəzirik. Digər toplantılarda məsəl üçün rast gəlməmişəm. Bəzi çeşidlər var ki. Burada da hamamda istifadə olunan çeşidlərdir. Sabun qabı, quruşka çeşidləridir. Üzü bu tərəfə visi təmizləyici şotka çeşidləridir. Yuxarıda zibil qabı çeşidləri də var. Qiymət olaraq, nümunə olaraq deyəsi olsaq, gəlin bundan başlayaq. 1 manat 20 qəpiyə. Bunu daşınmada da istifadə edə bilərsiniz. Harası səyahət eləyəndə və s. Belələri var, ikili, üçlü, 2 manata quruşkalardır. Qasetka, rakvinin yanında bir də arxası yapışqan vurub. Baxın, bunlar fərqli, onlarla yenə fərqli çeşidi var. Visi şetkaları 2 manat 50 qəpikdən başlayır. Daha ucuzlar da var. Yoxsa bunlar daha keyfiyyətli, daha belə görkəmlidir, qəşəng vidi var, satış. 1 manat 80 qəpik, 1 manat 30 qəpik, 2 manat 50 qəpik. Ziba markasının fərqli çeşidləri var. Yuxarıda da yenə üçlü səbətlərin fərqli formaları. Metaldan olan, plastikdən olan çeşidləri var. İsə indi mağazanın digər tərəfindən keramika qablardan başlayaraq sizlərə qiymətlərini bir yerdə təqdim edir. Bu tərəfdə isə daha böyük səbət çeşidləridir, paltar səbətləri. Bu tərəfdə yeni gələn keramika güldan çeşidləridir, dipçək çeşidləridir. Dipçəyin yenə də mövsüm gəlir, çöldə böyük çeşidləri göstərdiyi. Burada da xırda yeni çeşidlər var. Fərqli qiymətləri hələ vurulmayıb. Bunlar deyəsən yeni gələn çeşidlərdir. Fərqli formalarda, ölçülərdə olan çeşidlər var ki, bunlar var. 80 qəpik, 1 manat 10 qəpik, 1 manat 80, 1 manat 30. Ölçülərinə görə yenə hər yerdə olduğu üçün burada da qiymət dəyişir. Ta ki, baxın, bu ölçüdən başlayaraq var. Ofislər üçün filan xırda ölçülər. Əl işləri hazırlayanlar, nə bilim filanlar da belə qablardan istifadə edirlər. Daha sonra keramika parçadan orqanayzerlərdir. 1 manat 50 qəpik, 1 manat 90 qəpik. Burada da ölçüsünə görə, formasına görə dəyişir. 2 manat 10 qəpik, 1 manata corab, nə bilim filan yığmaqda ev xanımları, evdar xanımlar daha yaxşı bilir. Keramikalarda fərqli çeşidlər var. Bunlar yeni gələn çeşidlərdir. Qiymətlər hələ üzərində var altında. 7 manata olan 7 manat. Bunlar 7 manatdır. Onlara baxaq. Bunlar hamısı 7 manatdır deyəsən. Baxın, bunlar hamısı 7 manatdır. Fərqli formalarda, fərqli ölçülərdə. Qab isə şüşə keramika materialdadır. Bu ölçülərinə baxaq. Bu ölçülər 8 manat 20 qəpikdir. Biraz iri ölçülər. Aşağı sıralar 7 manatdır. Yuxarı sıralar isə 8 manat 20 qəpik, 9 manat 10 qəpik. Burada artıq həcminə görə ölçülər dəyişir. Belə fərqli, maraqlı çeşidlər də var. 12 manat 40 qəpik. Orada gördüm. O biri böyüdü axı. Burada da fərqli belə sadə şüşənə prostoy çeşidlər var. 3 manat 60 qəpiyə, 4 manat 50 qəpiyə, 4 manat 50 qəpiyə. Belə yenə var burada 6 manat 10 qəpiyə, 6 manat 10 qəpiyə. Baxın, bu çeşidlər, bu ölçülər 6 manat 10 qəpikdir. Böyük şüşələr, şəffaflar 6 manat 40 qəpik. Aşağıda da yenə paltar üçün olan parçadan orqanayzer, sonra belə səbətlər var. Fərqli ölçülərdə bunları da buradan ala bilərsiniz. Sol tərəfimizdə isə gördüyünüz kimi paltar səbətləridir. Burada da paltar səbətlərinin baxın belə qapaqlı çeşidləri 17 manat 40 qəpik, 16 manat 30 qəpik. Burada da ölçüsünə görə qiymət dəyişir. Qapaqsız çeşidlər də var. Bu çeşidi mən birinci dəfədə görürəm. Əminəm ki, mən kimi həm satanlar, həm də alıcılardan birinci dəfədə görənlər var. Çünki çox fərqli çeşidlər var ki, hər dəfədə yenilənir bu çeşidlər. Mağaza rəhbərliyi bildirir ki, hər dəfə mütəmadi yeni çeşidlər çıxdıqca fabrikdən bunlar da tədarükünü edirlər daimi şəkildə. 21 manat 30 qəpik. Bax, belə setkalı modellər var, düz modellər var. 21 manat 30 qəpik. Pərakəndə qiymətlərdir bunlar. Yəni, satış olaraq şəhərdə də şəhər malıdır termini var. Yəni, şəhər malıdır bunlar. Şəhərdə rahat şəkildə sata biləcəyiniz çeşidlərdir ki, həm görüntüsü, həm keyfiyyəti üst keyfiyyətdir. 24 manat 80 qəpiyə belə forması var. Həmən bu çeşidlərdir. Bunlar 24 manat 80 qəpikdir. Pərakəndəsi. Bu tərəfdə yenə mətbəx qablarıdır. Bayaq olar deyirdim. Komodların baxın yuxarıda bir fərqli mebel, teksturalı fərqli çeşidlər var. O tərəfdə uşaqlar üçün olan fərqli çeşidlər də var. Qiymət yenə də çeşidinə görə dəyişəcək. Saxlama qabları 6 manat, 7 manat 40 qəpik. Yəqin bunlar ədədinin qiymətidir. 3 manat 40 qəpik, 6 40 qəpik, 7 40, 2 manat 10 qəpik. Plastik çeşiddir bu. Rezbəli.
2 manat 40 qəpik. Burada da ölçüyə görə qiymət dəyişir. Burada da kofe stəkanlar var. Fərqli ölçülərdə 2 manat 10 qəpik, 2 manat 60 qəpik, 2 manat 60 qəpiyə. Daş stəkan, çaynik çeşidləri var burada fərqli. Daha sonra belə şəffaf qablar var. Bunlar da yenə şeylərdə, nədir o? Soyuducularda, baxın. Meyvə, tərəvəz, səbzə 2 manat 30 qəpiyə, 1 manat 40 qəpik, 3 manat 50 qəpik, 3 manat 90 qəpik. Ölçüsünə görə yenə qiymət dəyişir. Əlimdəki misal olaraq 5 manat 20 qəpikdir. Plastik, təmiz plastikdən hazırlanmış, birinci növ plastikdən hazırlanmış çeşidlərdir. Bu tərəfdə yenə gələk, başqa çeşidlərdə göstərək. Yuxarıda orqanayzer çeşidlərinin, onlar da bizdən soruşanlar olurdu. İndi qışdan yaya keçirik. Qışdan yaya keçəndə də qış paltarlarını yığmağa, yay paltarlarını yığmaqda rahat şəkildə yığıb tozlanmasını, çirklənməsindən qoruya bilər. Paltar setkalarını gördüyünüz sağ, sol hamısı bütün böyük paltar setka çeşidləri də belə deyim. Baxın, belə prostoy çeşidləri də var. 6 manat 40 qəpiyə. Belə daha belə sərt, biraz daha qalın 11 manat. Öncəki modellərin qapaqsız versiyaları var. 12 manat 20 qəpik. Burada da yenə bir fərqli kvadrat, daha iri ölçülərdir. Dairəvi 6 manat 40 qəpiyə. Belə xırda, zibil qabı kimi də istifadə oluna bilər. 2 manat 10 qəpik. 2 manat. Bu tərəfdə də nədir? Şüşə qabların fərqli şüşə qabı çeşidləri. Yağ qabı, pendir qabı, boş qabları, dərin yağ qabısı var, meyvə qabısı var, boş qab, səngət. Burada da yenə metaldan olan, nədir bunlar? Ədviyyat qabı çeşidləri. Bunların da qiymət olaraq 30-33 manat arası dəyişir. Aşağı hissədə isə öncədən çəkdiyimiz şüşə, plastik, şəffaf qabların qapaqlı versiyaları var. Baxın, burada da fərqli ölçülərdə. Bu boyda məhsuldur, qapaqlı 9 manat 40 qəpik. Bunlar da Ziba. Ziba firmasının birbaşa rəsmi ixalçısı, distributorudur. Sweetbet mağazası 8 manat 10 qəpiyə. Yaxından da göstərməyə çalışım. Keyf, belə qapaqlı. Yəni mövsümü, qarşıdan yay gəlir, mövsümdə istifadə olması. Çeşidlər gəlir mənə ki, daha bunlardan daha çox istifadə olunur. Mən bunu da birinci dəfədə görürəm, fərqli. Baxın, belə 24 manata. Material olaraq ipdən tikilib hazırlanır. Belə material da var. Möhkəm, ipdən toxunma materialdır. Ağır maldır. Pikniklərdə yenə bu plyajlarda və s. o vibe verir. Sonra setka çeşidlərinin belə fərqli xırda ölçü ilə olan çeşidləri var. 11 manata olan, burada yenə fərqli ölçülərdə 14 manata, 16 manata. Əminəm ki, siz də bu çeşidləri videodan da gözəlliyini görə bilirsiniz. Adam baxanda çox belə ləzzət edir. Material baxımından, keyfiyyət baxımından 9 manat 80 qəpik. Biz birinci dəfə çəkəndə bu qədər çeşid yox idi düzü. Bunlar, bu 6 manatdır misal. Hardasa 2 dəfə çeşid artıb. Belə xırda 2 manata, belə daha sadə xırdaları var. Bağ evlərində, böyük evlərdə istifadə olunması, baxın belə ikili, paltar, təkərli. Otellər, istirahət mərkəzlərdə istifadə edə bilər. Üçlü, dördlü qab, meyvə tərəvəz, dəmirdən olan meyvə tərəvəz 20 qəpikləri. Burada da onu göstərdik. 1 manat 80 qəpiyə yenə fərqli çeşidləri var. Qiymət olaraq 28 manat, 30 manat, 35, 40 manat fərqli, daha keyfiyyətli məhsul çeşidi axtaranlar əldə edə bilər. Filika qaşıqlarında burada yenə fərqli çeşidlər. 7.80, 8.50, 7.80. Bunlar pərakəndə qiymətlərdir, nəzərinizdə olsun. Topdan qiymətlər daha uyguna gəlir. Tabletka çeşidləri. Bunların da daha qalın, daha keyfiyyətli materiallarla olan çeşidlərdir. Bunlar. Bu 6 manat. İkili çeşid. Meyvə tərəvəz, çiyələk, alça yumağı var. Daha ucuz qiymət axtaranlara. Burada da bu hissədə bütün tabletka çeşidlərdə yenə xırda ölçülərdən tutmuş, fərqli ölçülərdə olan çeşidləri var. Qiymət olaraq da 6, 7, 8, 9 uşaqlar üçün olan çeşidlər var. Plasmas qablar. 1 manat 20 qəpik satış qiymətlərindən görə 1 manat 80 qəpiyə, 1 manat 70 qəpiyə. Burada da yenə fərqli ölçülərinə görə dəyişir. Setkalılar daha ucuzdur. Bütün plastiklər onlardan bir qədər qiyməti fərqlənəcək. 1 manat 30 qəpik. Bunlar hamısı yəni qeyd etdiyim kimi pərakəndə satışlardır. Topdan sizə elə verəcəklər ki, yəni siz də bu qiymətlə rahat şəkildə siz də öz mağazanızda satışını eləyə biləsiniz. 2 manat 10 qəpiyə daha fərqli, daha bu ikilidir 2 manat 10 qəpiyə. Hə. Yəni ikili çeşid, meyvə tərəvəz, çiyələk, alça yumağa. Burada da yenə fərqli orqanayzer kimi istifadə edə bilərsiniz.
İçərisində nə istəsəz öz ehtiyacınıza görə fərqli ölçülər var. Qiymət olaraq da yenə aşağı qiymətlərdən başlayır. Misal üçün, bunlar 2 manat 10 qəpik idi pərakəndəsi. Ölçülərinə görə qiymətləri dəyişəcək. Yuxarıda da yenə hamamlarda istifadə olunan maye sabun, diş şotkası qabı, sabun qabı kimi istifadə olunan çeşidlərdir. Burada dəsti formadadır. Zibil qabısı, daha sonra dişi şotkası daxil və 39 manatdır, 38 manat. Yuxarıda 20 manat olan ikili çeşidlər var. Dördlü, beşli, həmçinin də təkli çeşidlər var. Sabun qablarından sonra tək sadə olan çeşidləri. Rastoylar 2 manat 30 qəpik. Belə fərqli, daha yaxşı görüntü var. 4 manat 60 qəpik, 3 manat 30 qəpik. Belə dəst var. 11 manata. Belə sprey qabları 1 manat 70 qəpik, 1 manat 90 qəpiyə, 6 manata, 8 manata, 6 manat 20 qəpiyə. Sonra ikili dəstələr zibil qabı ilə bir yerdə olan var, 16 manat 70 qəpiyə. Bu tərəfdə də bayaqlar çəkə bilmədiyi müştəri var idi. Plasmasdan olan üçlü ikili qablar. Baxın, meyvə səbəti kimi istifadə eləməyə daha dəmir sevməyənlər bu plastiklər 10 manat 50 qəpiyə var. Üçlülər 16 manatlıdır, dördlülər 20 manat 90 qəpikdir. Daha sonra burada aşağıda fərqli yenə də və burası bu hissəni göstərə bilməmişdi. Belə orqanayzerlər. Nədir bu? Konteynerlərin burada bir fərqli. Konteynerlərin həddən çox burada fərqli çeşidləri var. Baxın, qapaqlı, uşaqlar üçün olan personajlar, böyüklər üçün fərqli nəzik plastiklə, qalın plastiklə olan çeşidlər var. Son olaraq isə burada bir məhsul çeşidi var. Girişdə görmüşdüm, onu unutdum. Piknik dəstədir ki, qarşıdan yay gəlir, sezonudur, piknikdir, kamplardır. Onu da göstərib inşallah yekunlaşdırım. Baxın, bu çeşidləri nəzərdə tuturdum. Burada həmişə görmüşük altılı qabı ilə. Bu setlərdə isə daha çox predmet sayı var. Baxın, 80 ədədlidir. Bununla rahat kiçik məclisi yola vermək olar. Onların hər fərqli, hər predmetdə olan sayı var. 42-li var, daha aşağı sayda olanlar var. Qiymət olaraq da yenə həmən predmet sayına görə dəyişir. Sadələri aşağı sayda neçədən başlayır? Baxın, belə aşağı sayda olan 36 parça 16 manatdır. Bir nümunə olaraq görsədək. İçərisində yenə pikniklərdə, kamplarda istifadə edə biləcəyiniz hər şey var. Boş qabı, çəngəli, stəkanı və s. Həmçinin daha böyük 60-lıq və 80-lik parçalı olan çeşidlər də var. Qiymət yenə 36 manata 60-lıqdır. Ən böyüyü 80 parçadır. 80 parçalı 42 manatdır pərakəndə satış qiyməti. Burada artıq padnosuna qədər, saxlama qabına qədər əlavə içərisində duz qabısı, xırda qabları, stəkanı. Bunlar neçə nəfərli idi ki? 6-8 nəfərlikdir. Əngəl bıçağı, padnosu, böyük qaşığı, kiçik qaşığı, hər şey var. Bu qədər dostlar, buradan başlamışdıq. Buradan da bitiririk. Son olaraq nəyə göstərmədim? Nərdivan çeşidlərini göstərmişdim. Şurka çeşidlərini gəlin göstərək. Son olaraq burada da şurka çeşidlərinin də fərqli materialdan olan çeşidləri var ki, qiymət də yenə materialına görə dəyişir, üzərində qeyd olunmayıb. Hansının qiymətini deyə bilmirik, hansı məhsulların görürsünüz və bəyənirsiniz. Onlar da yenə qeyd olunan əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilərsiniz. Plastikdən, şüşədən 4000-dən çox çeşid var ki, bu toptancı mağazada rahat şəkildə sizə ehtiyacınız olan, satışını etdiyiniz, ən çox hansı məhsulların satışını edirsinizsə, fərqli qiymətlərdə, daha fərqli məhsul çeşidlərini tapa bilərsiniz. Həm aşağı qiymətdə olan çeşidlər var, həmçinin də daha şəhərdə, digər regionlarımızda üst keyfiyyətə məhsul satış edirsinizsə, ev əşyaları, mətbəx əşyaları bu toptancı mağaza ilə rahat şəkildə əməkdaşlıq edə bilərsiniz. Həm nəqd, həm köçürmə üsulu ilə regionlara çatdırılma var. WhatsApp qrupu var ki, onlayn satış edənlər, mağazası olanlar mütəmadi gələr. Yeni çeşidləri görə bilərlər, qiymətlərindən, topdan qiymətlərindən bərabər. Bu qədər dostlar. Ətrafınızda əgər bu məhsulların satışını edənlər varsa və yaxud da bu biznesə başlamaq istəyənlər varsa, ev əşyaları, minbir xırda var, minisədərək konseptli mağazalar. Siz də öz mağazanızda bu çeşidlərinin fərqli çeşidlər olaraq yeni çeşidlərini artırmaq istəyirsinizsə, bu toptancı ilə əlaqə saxlayıb, gəlib, baxıb, yerində gözünüzlə mənim kimi siz də keyfiyyətinə, materialına, görüntüsünə baxıb alışını eləyə bilərsiniz. Bu videonu da həm şəxslərlə paylaşın. İzlədiyiniz üçün təşəkkürlər. Kanalımıza mütləq abunə olun ki, biz də sizlər üçün davamlı şəkildə bu videolar çəkək. Kameramanımız da keçən dəfə şikayət elədi ki, mənim adımı çəkmirsən. O da çox əziyyət çəkir. Onun üçün kameramanımıza da bir təşəkkür, kommentlərdə təşəkkür yazın. O da həvəslənsin. İzlədiyiniz üçün sağ olun.